İndi bugün biz uruq-turuq söhbətimiz ki, yarımçıq qalmışdı. Onu davam elətdirək. Uruqlar, turuqlar, uruzlar, urumlar sonra hara getdilər? Hal-hazırda tarix səhnəsində yoxdur belə tayfalar. Tarixi izləyərkən, tarixi hadisələri, mənbələrdə olan məlumatları izləyərkən biz təxmin eləyə bilirik, hətta sübut da eləmək mümkündür, tək təxmin eləmək yox. İlk öncə onlar niyə dağıldılar, niyə getdilər? Bu məsələni aydınlaşdırmaq lazımdır. O da bağlıdır iqlim dəyişikliklərinə. İnsanların miqrasiyasının bir nömrəli başlıca səbəbi iqlim dəyişiklikləridir. Qədim insanlar daha çox onların gündəlik ərzaqı, yaşamı təbiətin verdiklərindən asılı idi. Yəni ov heyvanlar idi, bitkilər idi və s. Təbiətdən asılı idi. Təbiət də iqlimdən asılıdır. Təbiətin o verdikləri də iqlimdən asılı idi. İqlim tədricən istiləşməyə doğru gedir. Bir vaxtlar 10.000 il qabaq, məsəl üçün, Avropa qitəsi, bugün Avropa qitəsi ki deyirik, buz altındaydı. Və bunun sübutu da var. İqlimşünasların tədqiqatlarında bunu tapmaq olur. Tək Avropa qitəsi yox, ümumiyyətlə Cənubi Sibir əraziləri də buz altındaydı. 6 ayda daxil olmaqla. Və istiləşmə tədricən artdıqca yeni torpaqlar azad olurdu və buz altından çıxan torpaqlar da çox münbit olur. Bunu biz bilirik. Münbit torpaqlar idi, yaxşı ot çıxırdı, tədricən ağaclar çıxırdı və bu da heyvandarlıq üçün çox münbit bir şərait yaradırdı. Tək heyvandarlıq üçün yox, üstəgəl ovçuların da işinə yarayırdı. Ov heyvanları da çoxalırdı, bitkilər də çoxalırdı. Və hara ki təzə-təzə istiləşirdi, istiləşən yerdəki insanlar o istiləşməyə doğru gedirdi. Və bu istiləşmə iki tərəfdən insanları qovur. Bir tərəfdən cəlb eləyirdi münbit torpaqlar. Digər tərəfdən də o istiləşmə səhraya çevrilirdi, cənub torpaqlarına. Və oradan insanlar qaçmağa, yeni yerlər axtarmağa, yeni ərazilər tapmağa çalışırdılar. Sıxlaşırdılar şimala doğru. Avropa, hətta Cənubi Avropa, o da çox münbit olmayıb, pisləşmə dövrü başlayana qədər. Sonradan yaşayış üçün çox yararlı hala düşübdür və həmin bax o istiləşmənin başlaması tədricən insanların yayılmasına təkan veribdir. Bax, Qrenlandiya adasının adı Qrenlandiya, yəni yaşıl yer, yaşıl torpaq deməkdir. Hanında o yaşıl? Bugün yaşıl yoxdur. Əvvəllər yaşıl olub bir vaxtlar. Harası yaşıl olub? Okeana, Atlantik okeanına yaxın olan sahil əraziləri. Temperatur orada lazımı olub, münasib olub və yaşıllıqlar örtübdür sahil torpaqlarını. Bu temperatur hardan gəlirdi? Niyə Qrenlandiyanın sahil torpaqları? Çünki biz bilirik, ekvatorda
su isti olur, okeanın suyu ekvatorda isti olur. Sonra o isti su tədricən şimala doğru hərəkət edir və biz okean axınlarında bilirik, Atlantik okeanında necə axır, gəlir Avropa sahillərini yuyur, Qrenlandiya sahillərini yuyur, sonra Amerika sahillərini yuyur, qayıdır. Axın belədir. Hansısa həmin o isti suyun, su kütləsinin gətirdiyi temperatur sahil ərazilərini isidirdi, yəni isti olurdu. Və ona görə Avropa qitəsi də insanlar tərəfindən məskunlaşdırılmağa başladı. Bayaq dediyim kimi bir tərəfdən istilər səhraya çevirir, tutaq ki, Mesopotamiya deyirlər, iki çay arasını. Orada səhralaşma gedir, Ərəbistan yarımadasında səhralaşma gedir. Digər tərəfdən də boş torpaqlardır, seyrək yaşadığı insanların seyrək yaşadığı ərazilərdir. Bu Avropa tərəfdə. Altay tərəfdə həmçinin onun kimi idi. Orada da buz altından çıxan münbit torpaqlar məskunlaşdırılırdı yavaş-yavaş. Hətta Qafqazın özü, Qafqazda insan çox seyrək yaşayırdı. Çox da münasib deyildi. O dövrün insanları üçün orada yaşamaq münasib deyildi və tədricən Qafqaz dağları da məskunlaşmağa başlayıb, sonradan başlayıb. Və ona görə fikir verirsiniz, nə qədər müxtəlif dildə danışan xalqlar toplaşıbdı orada. Hərə bir yandan gəlib və çətin iqlim şəraitində qapalı vəziyyətdə yaşayıblar hərə bir dağın, hərə bir dərənin ətrafında. Bax, bu səbəbdən Cənubi Qafqazdan, coğrafi Azərbaycan ərazisindən hər bir tərəfə axınlar olub. Bir dəfəyə olmayıb, çox mərhələ axınlar olub. Bir qism gedibdi şərqə tərəf və bu zaman şimali Çin torpaqları, sonra Dəhləməkan krateri, indiki Orta Asiya Respublikasının əraziləri və son nəhayətdə lap Amerika qitəsinə kimi mərhələ ilkin mərhələdə elə Amerika qitəsinə gedib çıxanlar ilkin mərhələdə köçənlər idi. Digər bir qismi qərbə tərəf gedib indiki İtaliya ərazisini məskunlaşdırıb. Orada yerli əhalidən də yəqin ki olanlar var idi, olmalı idi da və gedib orada məskunlaşıblar. Və bu tayfalar kimlər idi? İndi tarixdə Hitlər deyilən, Urlar deyilən, Hürlər deyilən tayfalar var idi. Hansı ki indi yoxdur, mövcud deyil və onların dilləri də ölü dil sayılır. Təbii ki, dil ölə bilər, başqa dildə danışa bilərlər insanlar, amma insanlar heç yana getmədi, Marsa uçmadı ki. İnsanlar başqa adlarla, başqa tayfa adlarla yaşamağa başladı, yəni Azərbaycan coğrafiyasında. Və köçüb gedənlər də başqa adlar aldı. Deməli, Avropanın özünə də, məsələn, bir lokal olaraq deyək, İtaliya ərazisində
məskunlaşdı bir qismi. Bir qismi getdi Şimali Çin ərazilərinə, Təklə-Məkana, Altaya. Bir qismi hara getdi? Bu ədəbiyyatlarda və bizim alimlər arasında çox da araşdırılmış və təbliğ olunan bir məlumat deyil. Amma Qərb alimləri bu sahədə işlər görüblər, video filmlər də çəkilib. Yəqin ki, yazılar da var, sadəcə mən Avropa dillərindən heç birini bilmirəm, ona görə bir söz deyə bilmərəm. Avropa alimləri, müasir alimlər bu faktı işıqlandırırlar. Böyük Britaniya adalarında Azərbaycandan getmə Silur və Salur tayfasının izi var və Roma imperiyası 20 ildən çox Qaratağ adlı başçının Silur tayfasının başçısı adlandırılır. Müqavimətinə rast gəlib, 25 ilə qədər vuruşublar olar. Və sonda çox maraqlıdır ki, Şeyx Şamilin aqibətinə bənzər bir aqibət olur. Artıq görəndə ki, mümkün deyil bu selin qarşısında dura bilmək, nəhayətdə təslim olur. Yəni, təslim olur nə mənada? Qılıncı yerə qoyur, döyüşü dayandırır. O da danışıqlar, təkliflərə razı olur da, yoxsa qaçıb özü demir ki, mən uduzdum. Təklif edirlər ki, barışsınlar Roma imperiyasının hərbiçiləri ya kimlərsə. O razılaşır bunların təklifi ilə. Təxminən necə ki, rəhmətli Şeyx Şamil Rusiyaya aparılmışdı, orada qonaq kimi hörmət izzətdən saxlanırdı. O da həmçinin o cürə hörmət izzət göstərilib, saxlanılıbdır. Silahı yerə qoyur. Və o haradaydı? Məsələn, Uyez, Kent deyilən əyalətlər var və orada məskunlaşmışdı. Digər qismi indiki Rusiya çöllərinə doğru getmişdi. Və bunların içində ilk olaraq Uruzlar Sarmatların soy kökündə iştirak edən bir tayfadır. Uruzlar və Amazonkalardan Sarmatlar törədi və bugünkü Rus adlanan millətin də soy kökündə o Sarmatlar dayanır. Özlərinin dediyi də budur ki, bizim əcdadımız Sarmatlardır. Özgə kimlər qaldı? Uyğurlar. Mən dedim Çinin şimal torpaqlarını. Uyğurlar orada məskunlaşdılar. Urumçu çayının sahillərində, Sarı dəniz sahillərində buradan getməkdirlər onlar. Coğrafi Azərbaycan torpağından getməkdir və Urumçu çayının adı da onlardan qalmadı. Urum sözünə fikir verirsinizmi? Urumlar getdi. Urumlar. Uruzlar Rusiya çöllərində əridi. Biz boşuna Urus demirdik ki, Ruslara. Onlar Uruz idi. Uruzdan Rus yarandı. Və onları, Sarmatları və digər tayfaları başına toplayıb Bizantiyaya hücuma keçən Ruva kim idi? Atilla'nın əmisi. Uruzlardan idi, o tayfadan idi. Və Ura qiliçi, nədir bu? Rus ordusu niyə Ura qışqırır hücuma keçəndə? Ona görə ki, Uruanın əskərləri Urua deyə qışqırıb hücuma keçirdi və o yaddaşlarda qalıb bugün də elə bir qiliç deyirlər Ruslar.
elə bir hayqırtı indi də istifadə olunur. Etrusklar İtaliya ərazisindən dedim, bir qədər genişləndirək onu. Etruskların yaşadığı yerə Etruriya deyirdilər. Etruriya. İndi bu sözün kökündə doğrusu nədir, ilkin variantı nədir? Allah bilir onu. Məsələn, Hetruriya da ola bilərdi. Hetruriya deyilişdə çətindir, Etruriya kimi bəsitləşə bilərdi o söz. Və biz bilirik ki, orada Raslar da var idi. Yəni Azər tayfasının nümayəndələri. Və təbii başqaları da olmalı idi, yəqin də ki, olublar. Və dillərini də aparmışdı. Etrusklar dillərini də, toponimlərini də, yer adlarını filanları özündən aparmışdı və tarixi mənbələrdə, yazılarda o şəhər, kənd və sair adlar olubdu. İndi də oxşar adlarla olan toponimlər var. Tren dənizi, nə bilim, nə. Və bu sahədə bizim alimimiz İlhami Cəfərsoy müəyyən tədqiqatlar aparıb, samballı faktlar da ortaya qoyubdu. Mən söz vermişdim ki, onlar sonra nə oldular, hara getdilər, bu barədə danışacağıq. İndi yadıma düşən, az qala yadımdan çıxmışdı, Şumer dövləti. Şumer dövləti Ur şəhərindən başlayırdı. Həmin Urların qurduğu Ur şəhərindən. Və Urun yaxınlığında Uruq da var idi, Uruz da var idi. Yəni Şumer dövlətinin qurulmasının ilk günlərində, ilk saatlarında Urlar orada olublar ki, bax o Ur şəhərini yaradıblar və digər şəhərləri. Bir maraqlı fakt da var. Axı burada azlar da yaşayırdı. Və Asur deyilən bir şəhərdə qurmuşdular. Sonradan o şəhər başqa tayfalar tərəfindən işğal olundu. Daha sonrası isə orada Asuriya deyilən bir imperiya yarandı. Bax, bu mənzərəni görürsünüz. Cənuba da gediş var, şərqə də gediş var, qərbə də gediş var, şimala da gediş var. Və hardandır bu? Urmiya gölünün ətrafından. Urmiya gölü nə deməkdir? Urmiya nə deməkdir? Urum tayfasının ölkəsi deməkdir. Urmiya, yəni Urumlar harada yaşayır? Deməli, bu Urlar Urum, Uruz, Uruq, sonra Uyğurlar, o da törəmədir. Və tayfa adlarına baxırıq. Salur, Bayandur, bir çox adlar, hətta Ural dağının adı da bunlarla bağlıdır. Elə bir əhəmiyyəti yoxdur. Yəni, mənim məqsədim burada bir istiqamət olaraq deməkdir ki, bax, bu istiqamətdə maraqlı faktlar var. Araşdırmaçı özü baxıb görəcək də ki, nə var, nə gəldi, hara getdi. Bu, bizim Uruq-Turuq babalarımızın dövrünə bir bəsit də olsa balaca bir baxışdır. Bir istiqamətdir, baxışdır ki, belə bir dövrü olub. Bizim əcdadların, soy kökümüzdə iştirak edən tayfaların belə bir dönəmi olubdur. Və
qeyd eləmişdim ki, burada bir halda ki, bu 4 yol ayrıcı idi, Qərbi Xəzər dəhlizi ki, demək olar şimal-cənub istiqamətində, üstəgəl şərq-qərb istiqamətində də bura körpü idi. O İpək yolu deyirlər. İpək yolunun ilkin variantı su yoludur. Amudərya ilə indiki Əfqanistan ərazisindən başlayaraq su yolu ilə, çayla gəlirdi, mal da, satış malları gəlirdi Aral gölünə. Zaman Aral gölü elə zaman olub ki, Xəzər dənizi ilə bitişik olub. Oradan Xəzər dənizindən Şimali Qafqazdan keçən, indiki Dağıstan ərazisindən keçən təbii kanal var. Hal-hazırda yerin tektonik havasında biraz qalxma olubdur o hissədə. İnanılmaz görünür, yəni buradan kanal olarmı, olmazmı? Amma torpağın strukturu, üz qabığının imkan verir söyləməyə ki, ora bitişik olub, kanal, su yolu olub. Xəzər dənizi ilə Azov dənizi arasında birləşmə olubdur və bu birləşmənin nəticəsində Xəzər dənizinin səviyyəsi qalxıb, indiki Mingəçevir şəhərinə qədər qərb sahili uzanıb gedibdir. Küraraz ovalığı bütövlükdə duzlu su altında qalıb. Və bu su basmanın nəticəsində mənim bu şəxsi iddiamdır, Küraraz ovalığından Şumerə, yəni Mesopotamiyaya köç olubdur. Və Şumerlərin gəlişini də deyirlər ki, şərqdən gəldilər. Amma şərq deyəndə Şumer dövlətinin şərqinə baxmaq lazım deyil. Şərq deyəndə Avropanın şərqinə baxmaq lazımdır və Avropalılar bir zamanlar hesab eləyirdilər ki, şərq ölkəsi Azərbaycan ərazisidir, Xəzər dənizinin qərb sahəsidir, oradan o yana şərq yoxdur. Bu tarixi faktdır, bunu çoxları bilir, bilməyən də sübut eləmək asandır. Və Küraraz ovalığından Dilmun adası da Xəzər dənizində olmalıdır, orada axtarılmalıdır. Köç eləyiblər Şumerə. Şumerin insanlara haqqında, yəni özlərinə ki, kəngər deyirdilər onlar. Kəngərlər də bilirsiniz kimdir. Bizdə bugün də o nəsillər durur. Həm gəmi qayırma ilə məşğul olan sənətkarlar var idi. Bu hər millətdə yox idi. Həm əkinçiliklə suvarma kanalları çəkmək bacarıqları var idi. Evləri tikmək üçün bir platforma düzəldirdilər. Hündürlük, yüksəklik düzəldirdilər. Evləri onun üstündə tikirdilər. Çünki o ənənə artıq Kür çayının daşması zamanı onların gərəyi yaranmışdı. O həyat təcrübələrində var idi. Üstəgəl Xəzər dənizi ilə gəmilər, qayıq da deyə bilərik, amma qayıqda görürsünüz 100 nəfər avar çəkən. Təsəvvür edin, görün bu qayıq nə qayıqdır, nə boydadır və niyə o boydadır? Çünki o Xəzər dənizini o üzdən bu üzə keçə bilirdi. Yəni dəniz qayıqları idi. Və ona görə də dənizçilikdə də mahir idilər. Şumerlilər dənizçilikdə də mahir idilər, gəmi qayırmada və əkinçilikdə də mahir idilər.
Bundan başqa da bunların elmləri də var idi. Olmalı idi, elm də olmalı idi. Niyə? Çünki dörd yol ayrıcında yerləşirdilər. Miqrasiya dəhlizinin kəsişməsində yerləşirdilər və hər gələn yeni tayfadan bir qabaqcıl ənənə, bir qabaqcıl bilgi əldə eləyə bilirdilər və burada elm və mədəniyyət inkişaf eləyirdi. Mənim bir yazım var internetdə. Qədim mədəniyyətin beşiği Cənubi Qafqaz. Burada bir qədər də başqa səmtdə söhbətlər eləmişəm, yazmışam daha doğrusu. Və buradan bütün dünyaya elm və mədəniyyət yayıldı. İndi hətta bizi sevməyənlər belə xəbərsizdilər ki, bizim qohumdular genetik olaraq. DNK genealogiya ilə məşğul olanlar Kliosovdur və başqalarıdır. Artıq hesabatlarında yazırlar. Avropada nə qədər R1A, R1B kodu daşıyıcıları var. R1AB bizə aiddir. Yəni bu coğrafiyanın insanlarına aiddir. Mən bir də təkrar deyim, bu coğrafiyanın insanlarına. Çünki mən hansısa bir etnosdan, hansısa bir millətdən danışmıram. Azərbaycan coğrafiyasında yaşayan qədim insanlardan danışıram ki, bu həm də bizim babalarımızdır. Həm də İtalyanların babasıdır. Bunların da haqqı çatır babamız deməyə. Həm də Uels'də kənddə yaşayan bir sıra ingilislərin babasıdır. Və başqa Avropa ölkələrində yaşayanların babasıdır, Urlar. Bir qısqanclıq filan bu əbəs yerə bunu ortaya atırlar və bir çox elmi nailiyyətlərin Cənubi Qafqazda meydana gəlməsinin artıq sübutu çoxdur, ortadadır. Və o sadəcə bir ad olaraq Ur adı sıradan çıxıbdır. Amma Urların törəmələri bugün yüzlərlə ad altında yaşayırlar. Ur haqqında, Ur nə deməkdir? Bir çox versiyalar var. Əslinə qalsa nə dəxli var, nə deməkdir, nəsə deməkdir. Axır insanlar o adı götürüblər, qədim insanlar. Sonra da o Urdan törəyənlər hər kəs özü üçün bir ad götürüb. Ya özü götürmürdü, bəzən ətrafdakılar verirdilər. Və bir çox Qafqaz xalqları birbaşa Ur törəmələri. Hansı dildə danışmağından asılı olmayaraq. Çünki o vaxt ki Ur dilindən çox az fərqlənir bu dillər. İndi iddia var ki, Naxdağıstan dilidir. Bəli, həm də Naxdağıstan dilinin əcdadıdır. Həm də digər xalqların dillərini araşdıranda görəcəyik ki, həm də o dilin köküdür. Yəni kökümüz birdir. Urun nə demək olduğunu mənim bir sübutum və elə bir dəlilim ya istinad nöqtəm yoxdur deməyə. Amma hissiyatım bunu deyir ki, Ur toplum, insan cəmiyyəti deməkdir. İnsan toplusu deməkdir. Bu belə olmalıdır. Ola bilsin ki, hansısa tədqiqat əsərlərində bunu sübut edə biləcək nəsə elə cümlələr çıxsın ortaya, anlaşılsın ki, bu elə toplum deməkdir. Və urban sözü, urbanizasiya sözü, o da buradan qaynaqlanır. Yəni, urların qurduğu yerə urban deyirdilər şəhərə və şəhərləşmə də urbanizasiya kimi gəlir. Yəni, şəhər mədəniyyəti də buradan yayılıbdır. Bəli,
və bunlar həm də bizim babalarımızdır. Və bəlkə də biz ən böyük varislik hüququ olan adamlarıq. Bəlkə də yox, həqiqətən. Çünki biz bu torpaqda qaldıq, baba yurdunda qalan bizik. Biz daha çox onların varisiyik, mədəni irsinin, tarixi irsinin varisiyik. Yəni bizim Azərbaycan türkləri üstəgəl digər minilliklər boyu bizlə iç-içə yaşayan etnosların nümayəndələri. Hamımız da qohumuq. Bugün hətta müxtəlif dildə danışmağımıza baxmayaraq bir analizlər aparılsa görəcəyik ki, hamımız bu və ya digər dərəcədə qohumuq bir-birimizlə. Dilimizdə fərq var, amma genimizdə daha yaxın qohumuq. Dildə uzaq olsaq da. Allah Azərbaycan torpağını var eləsin. Azərbaycan torpağında yaşayan bütün xalqları, qardaş xalqları var eləsin. Xoş günlər, xoş illər bəxş eləsin. Amin.